Biz işdən gəldik, yəni biz Səsəköy'ə yan gəldik, bura çıxdıq. Onu heç kim bilə bilməz ki, yəni nədən olub, necə olubdu. Abşeronda faciəvi hadisə baş verib. Hadisə Xırdalan şəhər Abbaq yaşayış kompleksində qeydə alınıb. Belə ki, 19 saylı binanın 12-ci mərtəbəsindən düşən 36 yaşlı Zeynəb Mehdiyeva məhz bu əraziyə düşüb. O aldığı xəsarətlərdən ilə hadisə yerində dünyasını dəyişib. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. Biz hadisə barəsində yəni burada qonşu yox, sakinik. Biz yəni bir qonşu kimi, bəli, biz qonşu kimi bir sakinlər edirik. Burada hamımız qonşular. Yəni gəldik, biz kömək elədik. Allah rəhmət eləsin. Gördük, yəni rəhmətə gedib. Qoyduq maşına, yəni yola saldıq getdik. Hadisə necə olmağını, yəni bizim ondan xəbərimiz yoxdur. Biz işdən gəldik, yəni biz Səsəköy'ə yan gəldik, bura çıxdıq. Gəldik, gördük, yəni belədir də. Bu hadisə zamanı bir nəfər şəxsin də saxlanıldığı. Xeyr, ondan xəbərimiz yoxdur. Onu biz görməmişik. Yəni ki, biz qonşu kimi, bir sakinik də, biz burada yaşayanlarıq. Yəni bir qonşu kimi də ki, yəni köməkliyimizi onu elədik ki, Allah rəhmət eləsin. Yəni bir insanlığımızı yerinə yetirdik. Belə qonşu kimi qadın tanımırıq. Xeyr, biz tanımırıq. Hadisə burada indi hamımızın da işdə oluruq, gəldik. Biz də Səsköy'ə gəlmişik bura. İndi düz sağ olsunlar, indi polis əməkdaşları gəldi, təcili yardımda gəldi. Gəldi görək ki, indi belə hadisə yerdə olub. İndi biz də hamı kimi öz kəmərimizi göstərdik. Qaldırıb, yəni maşına yerləşdirdik və o qədər. Yəni onu heç kim bilə bilməz ki, yəni nədən olub, necə olubdu. O aydın məsələ deyil. Onu yalnızlar bilərlər. Mən gəldim, cəmaatların burada yığışdığından biz hamı necə biz də elə. Yox, orta yaşlı qadın idi. Yəni tam yaşlı deyil, yəni orta yaşlı qadın idi. Tanımırsınız da? Xeyr. Sadəcə biz də yəni bizim üstümüzdə düşən məzələr biz də kömək eləmişik. Bu qədər, yəni başqa. Yəni yaxınları doğmalarından heç kim yaşamır. Valla tanımırıq.